Salam. Salam, mən Fərhad. Mənim adım Günel. Mən İlayda. Mən Leyla. Beyham. Salam, mən Müjgan. Mənim adım Seyiddir. Mənim adım Nəvizdir. Salam, mən Nural. Saya Sultan. Mən Vüqar. Başladıq. Bu videonu hazırlamaqda məqsədimiz sizləri Down sindromu haqqında məlumatlandırmaq və onları cəmiyyətin bir parçası olduğunu göstərməkdir. Çoxumuz özümüzdən fərqli bir insan görəndə çəkinirik. Anlamaqda və qəbul etməkdə çətinlik çəkirik. Amma heç kəs eyni deyil. Hər kəsi fərqli edən bacarıqları, çətinlikləri və öz xüsusiyyətləri var. Down sindromlu uşaqlarda 46 xromozomdan əlavə bir xromozom, yəni 47 xromozom olur. Xromozomlar hüceyrənin strukturunu təşkil edir və bir artıq xromozom Down sindromuna səbəb olur. Bu xromozomlar insan haqqında hər şeyi təyin edir. Xüsusiyyətlərimizi, bacarıqlarımızı, xarici görünüşümüzü, dərimizin, gözümüzün, saçımızın rəngini bu xromozomlardan alırıq. Babacım. Down sindromu əngəllilərə çətinliklər səbəb olsa da, bir doğum qüsuru, xəstəlik və ya yoluxucu infeksiya deyil. Mən bir qaçandır. Mən qavuşam. Bizlər kimi onların da özləri, xüsusiyyətləri, maraqları var və həyatdan nə istədiklərini bilirlər. Down sindromlu insanlardakı əlavə bir xromosom bəzi fiziki çətinliklərə səbəb olur. Onlarla danışanda bəzən anlamaqda çətinlik çəkə bilirik. Amma onlarla söhbət çox maraqlı olur. Çünki çox mehribandılar və üzlərində həmişə gülüş olur. Əzələlərin zəif inkişafına səbəb olduğu üçün bəzən fiziki hərəkətlərdə də çətinliyə səbəb ola bilir. Amma lazımi dəstək göstərildikdə və lazımi dərslər keçirildikdə onlar bunun öhdəsindən gələ bilirlər. Mən rəsm eləməyi öyrənmişəm. Bəzilərinin yaddaş zəifliyi olur. Xatırlamaqda, fikirlərini uzun müddət cəmləməkdə əziyyət çəkirlər. Amma bizlər kimi məktəbə gedə bilir, oxumağı, yazmağı öyrənirlər və musiqi, rəqs, idman və rəsm kimi bəzi fəaliyyətlərlə məşğul olurlar. Bəzən çətin olur. Çox təsir. Amma bütün bu çətinliklərə baxmayaraq həyat davam edir. İstədiklərimizi edə bilməyəndə, uğursuzluq əldə edəndə gücdən düşürük. Davam etmək üçün sevgiyə, dəstəyə, ümidə ehtiyacımız olur. Mən ümidə ehtiyacım var. Unutma ki, ümid sevgi və dəstəyin olduğu yerdə olur. Səni. Mən də səni. Utandı. Mən çox sevdim. Ha, sen. Bəzilərinin yaddaş zəifliyi olur. Xromozomlar xarici görünüşümüzü təyin etdiyi üçün Down sindromlu uşaqlarda Upatamısa. Sen. Sen. Sevgili bak. Aferin. Aferin. Bir sevgi, bir ümid. Bir sevgi, Ümid. Bir sevgi, Bir ümid. Bir sevgi, Bir ümid.